Falçılar. İnsanlar qızıl əsrində qayğısız və xoşbəxt yaşayırdılar. Lakin bu çox uzun sürmədi. Bir dəfə şərqdən nəhənglər ölkəsində Midgarda 3 qadın gəldi. Onlardan biri çox qoca və qartımış idi. Ona Urd, yəni keçmiş deyirdilər. O biri orta yaşlarındaydı. Adı da Verdandi, yəni indiki idi. Üçüncüsü isə lap cavan idi. Onu Skuld, yəni gələcək çağırırdılar. Bu üç qadın dünyanın, adamların və hətta Allahların taleyindən xəbər vermək kimi gözəl qabiliyyətə malik falçılar idi. Yaşlı falçı dedi: "Qızıl hərisliyi, acgözlük tezliklə, lap tezliklə adamların ürəyinə girəcək və onda qızıl əsrin sonu çatacaq." Ortancıl falçı dedi: "Adamlar qızıl xatirinə bir-birini öldürəcək və aldadacaq. Qızıl öz parıltısı ilə bir çox şanlı qəhrəmanın gözünü kor eləyəcək və onlar qızıl uğrunda mübarizədə həlak olacaqlar." Keşiş falçı deyilənləri təsdiqlədi. Hər şey siz deyən kimi olacaq. Ancaq elə bir vaxt gələcək ki, qızıl insan üzərindəki hökmranlığını itirəcək və o zaman adamlar təzədən xoşbəxt olacaqlar. Qızıl hərisliyi nəinki insanlara, Allahlara da hökm eləyəcək. Onlar da qan tökəcək və öz antlarını pozacaqlar, deyə qoca falçı yenidən dilləndi. Ortancıl falçı dedi: "Nəhənglər Allahlara qarşı müharibəyə başlayacaqlar. Bu müharibə çox uzun keçəcək. Axırda Allahlar da, nəhənglər də məhv olacaqlar." "Bəli, siz deyən kimi olacaq. Ancaq Allahların hamısı ölməyəcək. Qətildə və andını pozmaqda günahı olmayanlar və onların uşaqları sağ qalacaqlar. Köhnə dünyanın məhvindən sonra yananan yeni dünyanı idarə eləyəcəklər," deyə şiş falçı öz fikrini bildirdi. Beləliklə, yer üzündə hər şey falçıların əvvəlcədən söylədikləri kimi oldu. Acgözlük, varlanmaq ehtirası yavaş-yavaş insanların ürəyinə hakim kəsildi. Onlardan bir çoxu öz din zəhmətindən əl çəkib, bir-biri ilə vuruşmaq üçün xışları və belləri qılınclara və nizələrə əvəz etdilər. Müharibə ilə bir yerdə yer üzünə məhrumiyyətlər və cinayətlər gəldi. Günəş göydə əvvəlki kimi işıq saçırdı. Ancaq onun şüaları altında heç kəs daha xoşbəxt değildi. Falçıların başqa bir falda düz çıxdı. Allahlar və nəhənglər arasında amansız müharibə başlandı. O, indi də davam edir. Asgarda çatmağa və asları məğlub etməyə gücü çatmayan Grimtursenlər, əgər yadınızdadırsa, nəhənglər özlərini belə adlandırmışdılar, bütün qəzəblərini insanların üstünə tökdülər. İnsana qənim kəsilən təbii fəlakətlər buzdan və oddan yaranmış İmirin nəslinə tabedir. Nəhənglər yer üzünə şaxta və quraqlıq, boran və dolu göndərirlər. Bəzən isə dağlardan elə güclü sellər axıdırlar ki, bütöv kəndlər onların altında qalır. Allahlar Midgardı nəhənglərin basqınından qorumaq məqsədi ilə İmirin qaşlarından düzəltdikləri uca dağlarla dövrəyə aldılar. Lakin nəhənglər tez-tez bu dağları aşa bilir və bu zaman yollarda onların ayaqları altında qalanların vay halına. Grimtursenlər dünyanı məhv etmək üçün iki nəhəng canavarı, Skeli və Geytini ay ilə günəşin üstünə qışqırtdılar. Həmin vaxtdan Skeli günəşi, Geyti isə ayı qovur. Sulda, Mani də onlardan canlarını qurtarmaq üçün dağların arxasında gizlənənədək qaçmağa məcburdurlar. Nəhənglər yalnız bircə asdan qorxurlar. Bu as şimşək Allahı Thordur. İndi də sizə Asgard və aslar haqqında danışmaq vaxtı gəlib çatıb.